Müğənni Mirkamil Kamilov ikinci dəfə ürəyindən əməliyyat olunmalıdır. Bu barədə ifaçı qonaq canlı verilişində deyib. Azərbaycanda ürək əməliyyatımı edə bilərlər. Sadəcə deyirlər Türkiyə ilə danışıb oradan həkim tapsınlar. Ya da mənim öz həkimim var, o farsdır. Onu tapmaq çətin məsələdir. Yenə də əməliyyatdan olan çəkilişi İrandakı dostlarımıza yolladıq ki, Tehranda həkimin əlaqə nömrəsini tapsınlar. Mən də farsça bilmirəm. Onların dilini bilən insan lazımdır. Danışsınlar ki, məni filan tarixdə əməliyyat edib. Bu ikinci əməliyyat olacaq. O həkim bu işləri digərlərindən daha yaxşı edir. Çünki ilk dəfə məni həmin həkim əməliyyat edib. Bu da qəliz məsələdir. Ona da vaxt lazımdır. İnşallah tapılar deyə Mirkamil bildirib. Qeyd edək ki, Mirkamil xalq artisti Mələk xanım Eyyubovanın bacısı oğludur. Mirkamil son illərdən səhnədən uzaqlaşıb, sosial şəbəkə hesablarını silib. O heç bir proqrama çıxmır. Mirkamil Kamilov 2014-cü ildə ürəyindən əməliyyat olunub.